Salam, hər vaxtınız xeyir olsun, hörmətli mini futbol həvəskarları. Bakı Tenis Akademiyasından canlı reportajımıza başlayırıq. Mini futbol üzrə ölkə çempionatında bugün 4-cü tura start verilir. Açılış oyununda Star Bakı və Bakı 145 komandaları qarşılaşırlar. 3 turdan sonra Star Bakı bir qələbə qazanıb, o da ötən tura təsadüf edib. 2 maçda isə məğlub olub və qazandığı 3 xalla 16 komanda arasında 14-cü yeri tutur Star Bakı. Bakı 145 də eyni nəticə ilə yadda qalıb. Onlar da bir qələbə qazanıb, 2 dəfə məğlub olublar. Və hər iki komandanın aktivində 3 xal var. Sadəcə Bakı 145 10-cu pil. Komandaların heyətləri ilə tanış olaq. Əvvəlcə başlayaq Star Bakıdan. Qapıda 1 Mövlan Kərimov, 4 Əhməd Babayev, 5 Cavid İbadov, 8 İbrahim Ağayarov, 9 komandanın kapitanı Xətai Ramazanlı, 11 Fərid Beybutov, 23 Ceyhun Yusifli, 17 Röyal Mahmudov, 22 Kamran Quliyev, 20 Orxan Baxışzadə, 6 Fərid İbadov, 61 Qərib İbrahimov. Komandanın baş məşqçisi İslam Mirzəyevdir. Oyunun hakimləri Hikmət Qafarlı və Kənan Məlikov olacaqlar. Bakı 145, qapıçılar 12 Murad Salahzadə, 21 Nicat İbrahimov, 5 Orxan Ağayev, 6 Kamil Mahmudov, 8 komandanın kapitanı Vüsal Quliyev, 9 Seymur Əsədov, 11 İbrahim Yusifov, 19 Tamerlan İlqar və 20 Emin Əliyev. Komandanın baş məşqçisi Rəsul Zeynalovdur. Oyunu sizin üçün mən Hüseyin Cabbarlı şərh edəcəm. Turun digər oyunlarını da xatırlayaq qarşılaşma başlamadan əvvəl. Bugün Star Bakı 145 maçından əlavə olaraq 3 oyun daha oynanılacaq. Lənkəran Sumqayıt, Cənub Storm Siyəzən, Gənclər Birliyi Galaksi maçları olacaq. Sabahki 4 oyunda isə Zirə Lerik Əvilə ilə qarşılaşacaq. Birbaşa Bakı Borçalı ilə üz-üzə gələcək. Din İdman Cəmiyyətinin rəqibi Aznur olacaq və 4-cü turun son maçı Atəşgah Suraxanı ilə Buxar arasında oynanılacaq. Fit səslənir və maç başladı. Hər iki komandaya uğurlar arzulayırıq. Qərib İbrahimovdan irəli ötürmə Xətai Ramazanlı istiqamətində. Orxan Ağayev çıxardı top meydandan. Out. Xətai sol cinaha Fərid dərhal cinahı dəyişməyə çalışdı, alınmadı. Out yerinə yetirildi. İndi hücumda da Star Bakı Fərid Beybutov ötürmə və gol! Hesab açılır 1-ci dəqiqədə. Fəridin ötürməsindən sonra İbrahim Ağayarov, Star Bakının ən məhsuldar futbolçusu, oyunda hesabı açdı. 1-0. Fərid Beybutov. Növbəti zərbə, növbəti gol. Ardıcıl gollar İbrahimdən. Ağayarov hesabı 2-0 edir. Özünün və komandasının ikinci golunu vurur İbrahim Ağayarov və hazırda çempionatın ən məhsuldar oyuncusudur.
3 turdan sonra ən çox fərqlənən futbolçular İbrahim Ağayarov Star Bakıdan, Ateşkəs Suraxanıda Fariz Aslanov və Aznurda Tural Məmmərзəyev idi. İbrahim artıq digər rəqiblərini geridə qoyub. Orxan, Vüsal. Mərkəz ötürmə Qərib İbrahimov topu komandasına qazandırdı. Ötürmə xətai istiqamətində top meydandan çıxdı. Nicat İbrahimov. Ondan irəli ötürmə. Fərid qarşıladı Qəribdən geriyə. Mövlan Kərimov. Royal. Mahmudov döndü. İbrahimlə oynadı. Ağayarov. Yenə Allah hərəkətləri İbrahim. Və bu dəfə Nicat. Nicat İbrahimov komandasını İbrahim Ağayarovun 3-cü qolundan xilas etdi. Ötürmə geriyə Qərib. Qərib İbrahimov. Ötürmə qapı qarşısında Nicat topu götürdü. Orxan Ağayev. Kamil cinahı dəyişdi. İbrahim Yusifov. Toplar ərlədi Yusifov. İbrahim Ağayarov çıxardı topu meydandan. Out. Vüsal Quliyevdən geriyə. Nicat İbrahimov. Fərid Beybutov ötürmə. Sol canaha Qərib İbrahimov. Burada zərbə vurur amma top qapıdan aralı keçdi. 3-cü qola yaxınlaşdı. Star Bakı əla başlayıb oyuna. Bakı 145-in oyuna hələ ki heç cür alınmır. Hələ ki bacarmır. Mövlan Kərimov. İbrahim Ağayarov bu oyunda 2 gol vurub artıq. İbrahim irəliləyir. Ağayarov ötürmə xətai və 3-cü gol vurmaq olardı amma topu meydandan çıxardı son anda Kamil Mahmudov. Qərib. Xətai tubcaq altında yoxladı zərbəni amma Nicat İbrahimov komandasını qoldan xilas etdi. Nicat. Emin Əliyev döndü, sağ canaha oynadı, solda Orxan top istəyirdi, Fərid bu ötürmənin qarşısını kəsdi. Mövlan. Orxan ötürmənin qarşısını kəsə bilmədi, İbrahim Ağayarov irəliləyir, Ağayarov solla yoxladı, xətayı, Nicat İbrahimov əla oynadı. İlk zərbə uzaqdan idi amma ikinci zərbə çox yaxın məsafədən xətai Ramazanlı fərqlənməyə yaxın oldu amma Nicat ona imkan vermədi. Emin Əliyev qaydanı pozub. Qərib. Royal, Fərid Beybutov. Qərib yenidən Fəridlə oynayır. Beybutov daha bir ötürmə keçmədi. Emin başla topu meydandan çıxardı. İkincidən zərbə olacaq. İbrahim ötürmə alınmadı. Daha bir korner. Ağayarov. Geriyə Fərid Beybutov. Fərid ötürmə keçmədi. Vüsal Quliyev. Onun da ötürmə cəhdi alınmadı. Out. Vüsal Quliyev. Emin Əliyev. Geriyə oynadı Orxan. Solda Vüsal. Vüsal Quliyev ötürmə. Kamili düşündü, alınmadı. İbrahim Ağayarov. Qərib İbrahimov. Royal. Mahmudovdan geriyə Qərib. Ona ötürmə. Nicat İbrahimov topu götürür. Nicat. Vüsal Quliyev. Orxan Ağayev. Emin top istədi. Emin Əliyev.
Emin, qarşısında Fərid Beybutov dayanıb. Emin, İbrahim Yusifov keçməyə çalışdı, alınmadı. Vüsal Quliyev, Vüsal, ondan geriyə Nicat İbrahimov oyunun startından etibarən ilk dəfədir ki, Bakı 145 futbolçuları bu qədər top saxlayır, davam etirdilər. Real Mahmudov 3-cü qol vurmaq olar. Real və yenə Nicat. Fərq çox böyük ola bilərdi hazırda. Nicat İbrahimov Real qollardan xilas edib komandasını. Qərib İbrahimov, Qərib İbrahimov, Mövlan, Xətai Ramazanlı, Qərib İbrahimov, Fərid Beybutov, İbrahim Ağayarov, Emin qaydanı pozub. Bu fənd futbol fəndi deyildi. Başqa bir idman növünün həmləsi ola bilər, amma qətiyyən futbol fəndi deyildi. Sarı vərəqə göstərilir Emin Əliyevə. Qərib, Xətai, Fərid Beybutov sağ cinahda saxladı topu. Fərid baxdı qapı qarşısına, Beybutov ötürmə. Xətainin zərbəsi qeyri-dəqiqdir. Nicat. Orxan, Emin Əliyev ötürmə qapı qarşısına. Mövlan Kərimov topu götürdü. 4 tur ərzində ilk dəfədir ki, Mövlan Kərimov bu qədər rahat oynayır. Emin yenə qaydanı pozub. İlk 3 turda da Mövlanın seyvləri dayanmırdı. O qədər qapıya zərbə vururdu ki, rəqiblər Starbaki ilə oyunlarda. Düzdür, 2 oyunda məğlub olsa da 3-cü oyunda qalib gəldi Starbaki. Amma udduğu oyunda da qapıya vurulan zərbələr, Starbakinin qapısına vurulan zərbələrin sayı az deyildi. Bu baxımdan Mövlan Kərimovun seyvləri də çox idi. Ancaq bu oyun ilk 3 turla müqayisədə daha rahat görünür Mövlan hələ ki. İbrahim, ötürmə dəqiqə alınmadı, top meydandan çıxır. Out Bakı 145-in. Emin, Orxan Ağayev, İbrahim Yusifov, Qərib İbrahimov topu aldı, qaydan pozdu deyir hakim. Vüsal Quliyev cərimə zərbəsi yerinə yetirəcək. Zərbə vuracaq yəqin ki qapıya. Vüsal Quliyev topa toxunmağa imkan tapdı burada əslində. Bakı 145-in digər futbolçusu, amma zərbə yaxşı alınmadı. Mövlan Kərimov. Ondan irəli ötürmə Orxan. Seymur, Əsədov. Əsədov ötürmə qapı qarşısına top keçmədi. Qərib İbrahimov. Fərid Beybutov. Anlaşılmazlıq, top meydandan çıxdı. Out. Vüsal Quliyevdən irəli ötürmə Fərid Beybutov. Daha bir out olacaq. Vüsal Quliyev. Emin. Seymur ötürmə. Vüsal düşünmüşdü. İbrahim Ağayarov çıxarır topu meydandan. Out. Vüsal. Orxan Ağayev zərbə vurur. Dəqiqə alınmadı. Mövlan. Qərib İbrahimov. Mövlan Kərimov. Vüsal. Emin yenidən Vüsal Quliyev ötürmə. Tamerlan dönməyə çalışdı. Alınmadı. Vüsal Quliyev keçdi bir rəqibinin önündə. Boş zona var. Vüsal irəliləyir. Quliyev ötürmə qapı qarşısına. Royal qarşıladı. Yenidən Vüsal. Sağ cəha. Emin döndü. Vurdu və gol! Seymur Əsədov. 2-1. Fərq azalır. Seymur Əsədov fərqlənir. Fərqi minimuma indirir. Tamerlan İlqar.
Tamerlan dönmeye çalıştı, alınmadı. Əks hücumdadır Starbaki. İbrahim keçmeye çalıştı. Vüsal Quliyev alınmır. Amma həmlə devam edəcək. Royal Mahmudov çəkdi. Vurdu və Nicat İbrahimov yenidən topladı. Dərhal top oyuna daxil edir. Fərid Beybutov ötürmənin qarşısını kəssə də Bakı 145-in həmləsi davam edəcək. Emin Əliyev. Emin keçmeye çalıştı bir rəqbində. Emin vurur. Qərib İbrahimov attı özünü topun önünə. Out Bakı 145-in. Vüsal Quliyev sinəsilə qəbul etdi topu. Quliyev ötürmə sağcaha əla alınır. Orxan Ağayev. Ağayev vurur. Gecikdi oradan. İtti bucağı altında zərbəni vuracaqdırsa daha tez vurmalıydı. Orxan geriyə. Vüsal Quliyev. Vüsal Quliyev yenə keçir rəqibini. Vüsal zərbə vurur. Top qapıdan aralı keçdi. Hücumdadır Starbaki. Orxan Baxışzadə. Fərid Beybutov yenidən Orxanla oynuyor. Orxan Baxışzadə qapıçını da keçməyə çalışdı, amma topu meydanda saxlaya bilmədi. Orxan Ağayev irəliləyir. Ağayev keçməyə çalışdı. Alınmadı. Top meydandadır və Bakı 145-dədir. Seymur Əsədov. Əsədovdan sağcaha ötürmə. Tamerlan İlqar. Tamerlan və Qərib İbrahimov hesabın bərabərləşməsinə imkan vermədi. Top artıq qapıçıdan da keçmişdi. Fikrimcə qapıya gedirdi top. Qərib burada Bakı 145-in hesabı bərabərləşdirməsinə imkan vermədi. Ötürmə qapı qarşısına Orxan vurur. Top qapının üstündən keçir. Qəribdən irəli ötürmə xətai istiqamətində Seymur, Nicat, Vüsal Quliyev, Vüsal Quliyevdən solcaha Kamil tək toxunuşla sağa, amma dəqiq alınmadı. Mövlan Kərimov. Tamerlan. Seymur Əsədov. Kamil, Seymur Əsədov. Ona zərbə imkanı verilmir. Qərib İbrahimov. Qərib çıxarmalıdır topu oradan. İbrahimov döndü, ötürmə etmədi. Təzyiq var ona. Qərib yerində 4-5 dəfə çevrildi. Ötürməyə də bildi. İndi İbrahim. Top itkisi Seymur Əsədov. Qayda pozulub, Qərib İbrahimov qaydanı pozub. Vüsal Quliyev, sağcaha, Orxan Ağayev. Orxan. Ağayev ötürmə qapı qarşısına top keçmədi, Qərib qarşılamışdı. İndi Fərid Beybutov. Beybutov əla gördü İbrahimi, amma Nicat vaxtında çıxdı irəli. Vüsal Quliyev. Sağcaha, Orxan topu saxlaya bilmədi, out. Xətai. Orxan Qəriblə oynuyor. Mövlan Kərimov. Mövlan ötürmədə səhv İbrahim. Nəyi qaçırdı Yusifov? Yenə hesabı bərabərləşdirə bilmədi. Bakı 145. Mövlan Kərimov əsəbləşir Fərid Beybutova, amma artıq topu oyuna daxil etməlidir. Mövlan. Xətai. Out. Bakı 145-in. Vüsal Quliyevin ötürməsi. İbrahim Ağayarov qarşısını kəsdi bu ötürmənin. Geriyə Mövlan. Mövlan Kərimovdan Fərid istiqamətində. Fərid Beybutov. Out Bakı 145-in. Tamerlan İlqar. İbrahim Yusifov. Baxdı ətrafına, önündə Fərid Beybutov var idi, geriyə oynadı Emin. Kamil, Mahmudovdan geriyə, Nicat İbrahimov. Emin. Əliyevdən sağcaha, Tamerlan topu qəbul etməyə çalışdı, alınmadı.
Mövlan. Fərid Beybutov. Mövlan Kərimov. Qərib İbrahimov, ondan sağ cəha. Fərid Beybutov. Xətai Fəridlə oynadı. Beybutov indi İbrahim Yusufovla mübarizə aparır. Emin Əliyev. Emindən sağ cəha. Kamil başla cənahı dəyişdirməyə çalışdı. Tamerlan İlqar 3'ə 2 gəlir Bakı 145. Tamerlan vurur qapçı. Mövlan Kərimov. Bu dəfə o hesabın bərabərləşməsinə mane olur. Hücumda da Star Bakı. Qayda pozulub, yoxsa yox. İkinciden zərbə olacaq. Yox, qapıdan zərbə. Xeyr. Hakim bildirir ki, küncdən zərbə olmalıdır. Fərid Beybutov. İbrahim yenidən Fərid. Out olacaq. Fərid Beybutov. Qərib İbrahimov. Sağ cəha. Xətai. Emin çıxarır topu meydandan. Korner. Dördüncü turun açılış maçı. Star Bakı 145 oyunu. Hesab 2-1'dir. Xətai ötürmə. Fərid Beybutov qəbul etdi topu. Dönməli oldu Fərid. Kamil Mahmudov qaydanı pozmayıb. Topu aldı Kamil. Out Bakı 145'in. Vüsal Quliyev. Out. Vüsal Quliyev. Ötürmə Kamil, Vüsal Quliyev. İttirmədi topu Vüsal. Yıxıldı yerə. Hakim qayda pozulmayıb deyir. Oynamaq lazımdı. Emin Əliyev aldı topu. Emin döndü. Tamerlanla oynadı. Tamerlan İlqar top irəliyir. Ötürmə. Vüsal istiqamətində yaxşı deyildi. Fərid Beybutov. Beybutov. Vüsal Quliyev alır topu ondan. Vüsal. Quliyev irəlilədi. Quliyev ötürmə etməyə imkan tapmadı. Yox, qayda pozuntusu yox idi. Müdaxilə topa idi. İbrahim Ağayarov. Ağayarov Emin Əliyevlə mübarizəsi. Emin ittirmədi topu, amma ötürməsi qeyri-dəqiqdir. Fərid gəlir. Fərid Beybutov ötürmə. İbrahim və Nicat. Daha bir zərbə yenə Nicat. Nicat. İbrahimov bugün nələri çıxarıb, nələri. Tamerlan. Sağ cəha. Kamil və gol! 2-2. Kamil Mahmudov. Hesab bərabərdir. Kamil Mahmudov Nicat İbrahimovun əziyyətinin, əməyinin qarşılığını verdi. Hesab 2-2'dir. Hesab 2-0 olarkən çox imkan qaçırdı. Star Bakı təbii ki burada Nicat İbrahimovun işini, əməyini vurğulamaq lazımdır. Ancaq daha sonra artıq hesabı bərabərləşdirib Bakı 145. Hücumda da Star Bakı. İbrahim zərbə vurur və yenidən Star Bakı. Hesab irəlidədir. Hat-trickdir bu. İbrahim Ağayarov özünün və komandasının 3-cü qolunu vurur. 3-2 Star Bakı. Emin Əliyev sağ cəha. Qollarının sayını 9'a çatdırır İbrahim Ağayarov. İndi topu saxladı İbrahim. Növbəti qolda vura bilərdi. Nicat İbrahimov.
İbrahim ötürmənin qarşısını kəsdi. Özü ötürür topu komanda ulaşına. Həmlə davam edir. Zərbə dəqiq alınmadı. Kamran Quliyev idi qapını yoxlayan. İndi Orxan Ağayev. Orxandan sağ cəha əla ötürmə. Zərbə gecikdi burada. Gecikdi Bakı 140'ın futbolçusu. Mövlan Kərimov topu irəli çıxmağa çalışdı. Seymur Əsədov. Out. Belə getsə Emin Əliyev komandasını azlıqda qoyacaq. Out. İndi Orxan vurur. Blok gəldi. Out. Yox, küncdən zərbə. Korner. Ötürmə Orxan Ağayev. Yenə alınmadı. Mövlan Kərimov. Yox, qərib top oyuna daxil etdi. Kamran Quliyev topu saxladı meydanda. Amma indi Orxan gözlədi, top qapı xəttindən çıxır. Qapıdan zərbə. Seymur Əsədov. Orxan. Tamerlan İlqar. Top itirdi Fərid Beybutov. Beybutov və Nicat İbrahimov. Daha bir sayv Nicatdan. Bu oyunda xal və ya xallar qazansa Bakı 145. Burada ən böyük pay sahibi Nicat İbrahimov olacaq. İkinciden zərbə. Orxan Baxışzadə. Ötürmə qapı qarşısına İbrahim. İndi İbrahim Ağayarov. Zərbə qeyri-dəqiqdir. Seymur Əsədov. Döndü, Orxanla oynadı. Ağayev. Emin Əliyev. Orxan. Sağ cəha Seymur. Seymur Əsədov. Tamerlan. Sağda Orxan. Ağayev. Ağayev. Seymur Əsədov. Topu bıraxır Emin üçün. Emin Əliyev. Emin yenidən. Seymur dönməyə çalışdı. Alınmadı. Emin Əliyev. Emin. Sağ cəha Orxan. Ağayevin ötürməsi. Seymur və Mövlan Kərimov. Orxan ötürmə qapı qarşısına Mövlan uzaqlaşdırır. Vüsal Quliyev. Vüsal uzaqdan yoxladı, qeyri-dəqiqdir. Star Bakı'nın heyətində texniki bacarıqları yüksək olan futbolçular var və Emin Əliyev həmin oyunculara qarşı sərt oynayır, sərt mübarizə aparır. Onların qarşısını bu cür kəsir, amma bir qədər də diqqətli olmalıdır. Çünki sarı vərəqəsi var və bu sərt oyun hər an kobudluğa dönə bilər. Bu baxımdan ehtiyatlı olmalıdır. Təbii ki, aqressiyası da başa düşüləndir. Fit səsləndi. Fərid uzaqlaşdı oradan. Qərib İbrahimov zərbə vurur. Top canlı səddə dəydi. Fərid Beybutov və birinci hissə başa çatır. İlk hissə yekunlaşır. Komandalar fasiləyə Star Bakı'nın 3-2 hesablı üstünlüyü ilə yollanırlar. İkinci hissədə daha maraqlı oyun bizi gözləyəcək. Hörmətli izləyicilər, ikinci hissədə yenidən görüşərik.
Hörmətli izləyicilər, Star Bakı 145 oyununda ikinci hissə start götürdü. İlk hissədən sonra 3-2 hesabıyla Star Bakı'nın üstünlüğü var. Hər 3 qolu Star Bakı'nın heyətində İbrahim Ağayarov vurub. Bakı 145'də isə fərqlənən oyuncular Seymur Əsədovla Kamil Mahmudovdur. Nicat İbrahimov ilk hissədə fantastik sevləri var idi. Vüsal Quliyev, Orxan Ağayev. Orxan əla gördü Seymur'u. Sağda boşluq var. Seymur Əsədov ötürmə. İbrahim Yusifov və gol! 3-3. Hesab yenidən bərabərdir. İkinci hissəyə golla başlayır Bakı 145. Bu dəfə İbrahim Yusifov fərqlənir. Olduqca maraqlı maç izləyirik. Out. Fərid Beybutov. Xətai. Zərbə qeyri dəqiq alınır. Nicat İbrahimov. Ondan irəli ötürmə. Seymur Əsədov istiqamətində düşünmüşdü. Qapıcı topu götürür. Seymur Əsədov. Əsədov. Gol! İbrahim Yusifov. Oyun ərzində ilk dəfə Bakı 145 hesabda irəli çıxır. 4-3. Geri dönüş Bakı 145'dən. Fərid Beybutov. Qayda pozuldu. Xətai Ramazanlı. Fitsəsləndi, Xətai, ötürmə, Fərid, Seymur Əsədov topu götürməyə çalışdı. Qərib İbrahimov ondan geriyə. Mövlan. Qərib. Sol caha, Xətai sağa çevirməyə çalışdı. Emin buraxır topu. Out Bakı 145'in. Vüsal Quliyev. Seymur Əsədov bu topu gözləmirdi. Xətai. Fərid Beybutov sağ caha. Qərib İbrahimov. Qərib İbrahimov baxdı qapıya zərbə vurur. Orxan qarşıladı. Emin Əliyev. Sağ caha. Seymur yaxşı döndü, amma vaxtında ötürmə edə bilmədi. Qərib İbrahimov. Fərid Beybutov, İbrahim aldı topu. Orxan, sol caha, Seymur. İbrahim Yusifov. Yusifov keçməyə çalışır. Qayda pozulmayıb, hakim davam deyir. Oyun davam edir. Əks hücuma çıxır Star Bakı. Xətai Ramazanlı. Burada qayda pozuldu. Qərib İbrahimov topu oyuna daxil edə bilər. Geriyə ötürmə Mövlan Kərimov. Qərib. İbrahim. Ağayarovdan geriyə Mövlan Kərimov. Fərid Beybutov. Xətai yenidən Fəridi düşündü. Orxan ona mane oldu. Ötürmə sol caha. Xətai zərbə vura bilmədi. Nicat İbrahimov topu götürür. Nicat, Tamerlan, sağ caha. Yaxşı toxunuş. Əla ötürmə. İbrahim Yusifov. Hat-trik!
İbrahim Yusifov. İbrahimlerin şansını izleyirik bugün. Her iki komanda da hat-trick edib İbrahimler. İbrahim Yusifov 5-3. Star Bakıda İbrahim Ağayarov, Bakı 145'te İbrahim Yusifov hat-trick edirlər. Qərib İbrahimov, ondan geriyə Mövlan Kərimov. Qərib İbrahimov baxdı sağcıha İbrahim Ağayarov, Fərid Beybutov. Beybutov ötürmək keçmədi, Qəribdədir top. Ondan sağcıha İbrahim Ağayarov sinəsi ilə topu qəbul edir. Fərid Beybutov out. Xətai, zərbə alınmadı, toxunuş var idi, ikinciden zərbə. Fərid ötürmə qapı qarşısına daha bir korner. Beybutov, Ağayarov, Qərib İbrahimov və Nicat İbrahimov. Tamerlan İlqar, Tamerlan zərbə vurur Mövlan Kərimov. İkinci cəhdə topu götürdü. Qərib. Real. Real. Out. Top itkisi. Emin. Əliyev dönməyə çalışdı. Emin. Ötürmə qeyri dəqiqdir. Ağayarov. Qərib İbrahimov. Qərib ötürmə qapı qarşısına keçmədi. Əks hücuma çıxır Bakı 145. Tamerlan İlqar keçməyə çalışdı. Qərib İbrahimova alınmadı. Qərib İbrahimov döndü sağcıha. Fərid Beybutov. Ötürmə Fərid alınmadı. İbrahim Ağayarov zərbə vura bilmədi. Əks hücuma çıxır növbəti dəfə Bakı 145. Tamerlan İlqar sağcıha. Ötürmə Kamil Mahmudov. Başla yenidən Tamerlan. Xətai Ramazanlı topu uzaqlaşdırmağa çalışdı. Tamerlana dəyən top meydandan çıxdı. İndi hücumdadır Star Bakı İbrahim Ağayarov. Ağayarov qayda pozulub. Emin Əliyev dizlərini atdı yerə, etiraz edir hakimə. Hər iki tərəf, hər iki komanda etiraz edir hazırda. Cərmə zərbəsi olacaq. Star Bakı fərqi azaltmağa çalışacaq. Əvvəlcə 2-0, daha sonra 3-2 hesabları ilə irəlidə idi Star Bakı, amma hazırda 2 top fərqi ilə geridədirlər. İbrahim Ağayarov cərmə zərbəsini yerinə yetirəcək. İbrahim topa yaxınlaşır, Ağayarovun zərbəsi qeyri dəqiqdir. Nicat İbrahimovdan irəli ötürmə. Seymur Əsədov, Tamerlan İlqar. Tamerlan yaxşı döndü, İlqar ötürmə keçmədi. Fərid Beybutov. Tamerlan İlqar. Seymur Əsədov ötürmə alınmadı. Fərid Beybutov. Qərib İbrahimov. Out, Bakı 145'in. Out yerinə itirildi Seymur. Zərbə alınmadı. Vüsal Quliyev. Top meydandan çıxdı. Qapıdan zərbə. Fərid Beybutov. Qərib İbrahimov. Sağ cəha. İndi ötürmə keçmədi. Növbəti əks hücum İbrahim Yusifov. Keçir bir rəqibini İbrahim irəliyir. Yusifov. İbrahim Yusifov. Poker 6-3.
oyunda vurulan ardıcıl 4-cü qolun müəllifidir. İbrahim Yusifov. İkinci hissədə vurulan bütün qolların müəllifidir İbrahim Yusifov. Fasiləyə 3-2 hesabıyla üstün yollanmışdı Star Bakı, amma ardıcıl 4 qol vurub İbrahim Yusifov və komandasını hesabda irəli çıxardı. Daha sonra fərqi artırdı. Korner. Ötürmə Qərib. Top meydandan çıxır. Qərib İbrahimov başlasa Cinaha. Top keçmədi. Qərib İbrahimov ötürmə. Cinaha. Və hazırda bombardirlər yarışına elə İbrahimlər başçılıq edir. İbrahim Ağayarovun 4 turdan sonra 9 qolu var. Birinci sırada da İbrahim Yusifovsa bu oyunda vurduğu 4 qolla ümumilikdə qollarının sayını 7-yə çatdırıb və ikinci pilləyə yüksəlib. Həmçinin Star Bakı çempionatda hazırda ən çox qol vuran ikinci komandadır və ən çox top buraxan kollektivdə həmçinin. Qərib, anlaşılmazlıq, top meydandan çıxdı. Out. Emin Əliyev. Sol cəhdən ötürmə qapı qarşısına keçmədi. Out. Vüsal Quliyev. Emin Əliyev. Ötürmə keçmədi. Nicat İbrahimov uzaqlaşdırdı topu. Qərib. Sol cəha. Xətai. İbrahim Ağayarov ötürmə qapı qarşısına uzaqlaşdırır. Vüsal Quliyev. Out. Star Bakı'nın. Qərib İbrahimov. Ondan ötürmə irəli Vüsal Quliyev sinəsi ilə qəbul etdi. Qərib. Fərid Beybutov. Nicat İbrahimov vurdu topu irəli. Tamerlan, Seymur qapı qarşısına, qapıcı topu götürür Mövlan Kərimov. Fərid Beybutov. Ötürmə qapı qarşısına Nicat İbrahimov topu götürdü. Tamerlan İlqar, Tamerlan. Ötürmə top meydandan çıxdı, korner olacaq. Deməli, hazırda İbrahim Ağayarov özü tək başına 6 klubdan daha çox qol vurub. 2 İbrahimin vurduğu qollarını toplasaq, amma yalnız 2 klubdan geri qalırlar. Ötürmə qapı qarşısına Yusifov! Bəlkə də onları da keçir. İbrahim Yusifov! Pentatrik! 7-3! Yetti üçlü hesap. Fərid Beybutov. Və ümumi qollarının sayını 8-ə çatdırır Yusifov. Bir qol daha vursa ilə İbrahim Ağayarova çatacaq. Ötürmə geriyə, Qərib.
Qərib İbrahimov zərbə vurur. Emin Əliyev. Qərib. Tamerlan İlqar. Cinaha. Yusifov. İbrahim Yusifov döndü. Ötürmə keçmədi. Qərib İbrahimov. Geriyə Fərid. Beybutov. Kamran Quliyev. Ağayarov. İbrahimov. Sol cinaha. Başla zərbə Nicat. Topu götürdü Nicat. Ötürmə. İbrahim Yusifov. Orxan. Ağayevdən sağ cinaha Seymur. Yaxşı qəbul edə bilmədi topu. Qərib İbrahimov. Qəribdən geriyə. Mövlan. Fərid Beybutov. Beybutov ötürmə qapı qarşısına alınmadı. Emin. Tamerlan. Geriyə. Nicat. İbrahimov. Emin Əliyev. Kamil Mahmudov. Kamil ötürmə Tamerlan istiqamətində. Başla topu meydandan çıxardı. Star Bakının 6 nömrəsi. Fərid İbadov idi bu. Emin Əliyev. Geriyə. Nicat. Kamil. Başla topu indirir Orxan üçün. Ağayev. Orxan Ağayev. Emin Əliyev. Topu bıraxır qapçıya. Nicat. Yenidən Emin. Orxan. Sağda boşluq var. Kamil. Mahmudov qəbul etdi topu. Kamil ötürmə keçmədi. Qərib. Kamran. Out. Qərib İbrahimov. Qərib. Fərid Beybutov. Ötürmə keçmədi. Top meydandan çıxır. Out. Fərid. İbrahim yenidən Fərid. İbrahim Ağayarov. Zərbə qeyri-dəqiqdir. Orxan Ağayev. Kamil topu saxlaya bilmədi. Mövlan. Fərid. Fərid Beybutov. Orxan Ağayev aldı topu. Orxan Ağayev. Tamerlan top istirdi. Orxan özü vurur. Qapçı. Emin. Yaxşı döndü Emin. Əliyev. Yenə Mövlan Kərimov. Yenidən Emindədir top. Əliyev. Qayda pozulmadı. Qərib İbrahimov aldı top ondan. Qərib ötürmə cinaha. İbrahim! Bu nə qol idi? Ağayarov! Poker edir o da. Yetti 4. Fərqi azaldır. İbrahim Ağayarovla Star Bakı. Hesab 7-4'dür. Çox estetik toxunuşuydu. Çox gözəl toxunuşuydu. Ağayarov ötürmənin qarşısını kəsdi. İbrahim Ağayarov. Əla keçmişdir rəqibini. Burada qayda pozulub, cərmə zərbəsi olacaq Star Bakı üçün. Topla yaxşı oynamaqla yanaşı rəqibin əsəbləri ilə də oynayır İbrahim Ağayarov.
Cərimə zərbəsi yerinə yetiriləcək. Hakimin işarəsi gözlənilir. Fit səsləndi. Kamran Quliyev zərbə vurur. Dəqiq alınmadı. Nicat İbrahimov. Orxan. Kamil Mahmudov dönməyə çalışdı. Alınmadı. Kamran. Top meydandan çıxıb. Out Bakı 145-in. Orxan Ağayev. Vüsal Quliyev out yerinə yetirəcək. Vüsal. Emin Əliyev. Orxan. Emin sağ caha Kamil Mahmudov. Vurmadı Kamil. Vurmadı. Out Bakı 145'in. Vüsal Quliyev ötürmə qapı qarşısında Mövlan uzaqlaşdırdı. İndi əks hücuma çıxmağa çalışır Star Bakı. Emin Əliyev bu hücumun qarşısını kəsdi. Qərib. Fərid Beybutov. Qərib İbrahimov ondan irəli ötürmə. Kamran. Fərid İbadov irəliləməyə çalışdı. Alınmadı ancaq out Star Bakınındır. Qərib İbrahimov. Fərid Beybutov. Qərib. İbrahim Ağayarov. Fərid Beybutov. Fərid. Qayda pozuldu ona qarşı. İbrahim. Top meydandan çıxdı. Əhməd Babayev. Qapıdan zərbə. Emin. Tamerlan İlqar. Tamerlan irəliyir. İkinciden zərbə olacaq. Ötürmə Orxan Ağayev istiqamətində Əhməd. Babayev. Sağ cəha Kamran. Qapıcı ilə oynayır Mövlan. Baxdı irəli Mövlan. İbrahim Ağayarov. Sağ cəha. Ötürmə qeyri dəqiqdir İbrahim Yusifov. Yusifov irəliyir. Ağayarov aldı topu ondan. Babayev zərbə vurur. Qapıcı daha bir zərbə alınmadı. Son anda Vüsal Quliyev komandasını burada qoldan xilas edir. Corner. Out. Star Bakının. Qərib. Mövlan. Riskli ilə ötürmə. Mövlan, Qərib İbrahimov. Ötürmə Vüsal Quliyev, indi İbrahim Yusifov topu yaxşı qəbul edə bilmədi. Sol cəhdə İbrahim Ağayarov. Zərbə vurulur Nicat İbrahimov. İkinciden zərbə olacaq. Fərid İbadov. Qüvvətli zərbə vurmuşdu ancaq Nicat. Komandasını qoldan xilas edir. 50-ci dəqiqədə artıq maçda. Vüsal Quliyevdən irəli ötürmə. İndi İbrahim Yusifov cinahda top istəyir. Tamerlan İlqar özü irələməyə çalışdı. Tamerlan ötürmə qeyri dəqiqdir. Top meydandan çıxır. Qapıdan zərbə. Mövlan Kərimov. Vüsal Quliyev. Tamerlan İlqar. Kamran ötürmə. İbrahim və Nicat. Orxan.
Seymur Əsədov zərbə vurur, geri dəqiqə alındı. Nicat İbrahimov burada əsil peşəkar kimi davranır. Bakı 145-in qapıçısı İbrahim Ağayarovu burada təsəlli etdi. Baxmayaraq ki, bugün onun qoruduğu qapıya 4 top vura bilib İbrahim Ağayarov. Amma ona təzyiqlər var idi bir qədər əvvəl Bakı 145 komandasından və Nicat İbrahimov burada olduqca peşəkar davrandı. Çox yaxşı belə hərəkətlər, jestlər nümayiş etdirdi. Hörmətli izləyicilər, 4-cü turun açılış oyunu olduqca maraqlı alındı. Bakı 145 7-4 hesabı ilə qalib gəldi. Fasiləyə ayrılırıq. Daha doğrusu bu oyundan reportajımızı yekunlaşdırırıq. Günün ikinci maçında görüşərik.